Salam, hər vaxtınız xeyir olsun əziz müəllimlərimiz. Bugün mən sizə interaktiv təlimin təşkili mövzusunu təqdim etmiş olacağam. Bu mövzu həm MİQ imtahanında, həm də müsahibə mərhələsində veriləcək suallardan biridir. Deməli müəllimlər, həmişəki kimi çalışacağam ki, çox asan və sadə dildə izahını təqdim edeyim. Siz isə kanala abunə olub paylaşmağı unutmayın. Deməli əziz müəllimlər, interaktiv sözünün mənası nədir? İnteraktiv sözünün mənası qarşılıqlı əlaqə və fəaliyyət üzərində qurulan deməkdir. Yəni, şagirdlər qarşılıqlı əlaqədə olurlar, bir-birlərinə rəy verirlər, müzakirə edirlər, aktiv iştirakçı olurlar interaktiv təlimdə. İnteraktiv təlimdə təkcə müəllim şagirdə deyil, eyni zamanda şagird şagirdə həm qiymətləndirə bilər, həm rəy verə bilər, bir növ aktiv iştirakçı olurlar. Və ənənəvi təlimdə necə idi? İnformasiyanı ötürən təkcə müəllim idi. Amma interaktiv təlimdə isə, yəni şagird yönümlü təlimdir. Şagird mərkəzli təlim nəzərdə tutulur interaktiv təlim dedikdə. Və interaktiv təlimdə müəllimlə şagird, şagirdlə şagird qarşılıqlı əlaqədə olurlar. Bir-birlərinə rəy vermək, qiymətləndirmək, eyni zamanda interaktiv təlim şagirdlərdə 21-ci əsr bacarıqları da formalaşdırır ki, və şagirdlər burada qarşılıqlı əlaqədə olurlar, qarşılıqlı fəaliyyətdə olurlar deyə ünsiyyətdir, əməkdaşlıqdır, bu kimi bacarıqlar da formalaşmış olur. Eyni zamanda müzakirələr, sual-cavablar, bunlar şagirdlərin tənqidi təfəkkürünün inkişafı, problem həll etmə kimi bacarıqlarını da inkişaf elətdirir. Və interaktiv təlimin üstünlüklərindən biri də bunlardır. Şagirdlər eyni zamanda, deməli, interaktiv təlim nə oldu müəllimlər? İnteraktiv təlim şagird yönümlü təlimdir, şagird mərkəzli təlimdir. Burada şagirdlər qarşılıqlı əlaqədə olurlar, bir-birlərinə rəy verirlər, müzakirələr edirlər, sual-cavablar, bir-birlərinin qiymətləndirilməsi, ünsiyyət, əməkdaşlıq bu kimi bacarıqları formalaşdırır. Və informasiyanı ötürən tərəf təkcə müəllim deyil, eyni zamanda informasiyanı araşdıran, analiz edən, informasiyanı ötürən tərəf şagird də olur. Və burada belə deyim, subyekt üzərində qurulan təlimdir. Bəs interaktiv təlimi necə təşkil edirsiniz sualına necə cavab vermək lazımdır? İnteraktiv təlimi təşkil etmək üçün biz şagirdin dərsə cəlb olunmasını həvəsləndirməliyik. Deməli müəllimlər, şagirdin dərsə cəlb olunmasını həvəsləndirmək nə üçün lazımdır? Biz əgər şagirdin diqqətini dərsə cəlb etməsək, şagird o dərsdə aktiv iştirakçı olmayacaq. İnteraktiv təlimdə necədir? Şagird aktiv iştirakçıdır. Ancaq dərsə cəlb olunmayan şagird aktiv iştirakçı ola bilməz. Biz çalışmalıyıq ki, şagirdin diqqətini dərsə cəlb edək, şagirdə həvəsləndirək. Bunun üçün də motivasiya mərhələsini düzgün qurmalıyıq. Şagirdlərə cavab verməyə, müzakirə etməyə və praktik tətbiqə söykənən sualların verilməsi vacibdir ki, şagirdlər burada aktiv iştirak eləsin. Deməli, sual-cavab ortamı yaratmalıyıq, müzakirəli bir ortam yaratmalıyıq sinifdə ki, şagirdlər qarşılıqlı əlaqədə olsunlar, müzakirə etsinlər, eyni zamanda fikirlərini bölüşsünlər, öyrəndiklərini praktik şəkildə tətbiq edə bilsinlər. Şagirdlərin diqqətini çəkən, onları cavab verməyə sövq edən təlim vasitələrindən istifadə olunması interaktiv təlimin təşkili metodlarından biridir. Daha sonra, deməli, sinifdə işçi qrupu atmosferinin yaradılması. Sinifdə bir işçi qrupu atmosferi yaratmalıyıq və müəllim də şagirdlərlə bir yerdə fəaliyyətə cəlb olunmalıdır. Baxın müəllimlər, burada diqqətli olun. Testlərdə valideyn yazılır. Diqqətli olun. Baxın, müəllimin şagirdlərlə bərabər fəaliyyətə cəlb olunması interaktiv təlimin təşkili metodlarından biridir. Deməli, əziz müəllimlər, sual veriləndə ki, interaktiv təlimi necə təşkil edərsiniz? Deməli, şagirdin dərsə diqqət cəlb olunmasına həvəsləndirmək lazımdır. Şagirdlərə cavab verməyə, müzakirə etməyə və praktik tətbiqə sövq edən sualların verilməsi lazımdır. Şagirdlərin diqqətini çəkən, onlara cavab verməyə sövq edən təlim vasitələrindən, baxın, təlim vasitələrindən istifadə olunması, dərsə cəlb olunmağa həvəsləndirilməsi, cavab verməyə, müzakirə etməyə sövq edən sualların verilməsi, daha sonra işçi qrupu atmosferinin yaradılması, müəllimin də şagirdlərlə bərabər fəaliyyətə cəlb olunması lazımdır.
Və interaktiv təlim metodları şagirdlər üçün olduğu kimi, yəni şagirdlərdə olduğu kimi, müəllimlər üçün də məqsədə uyğundur. Xüsusilə müəllimlərə şagirdlərin materialı nə qədər yaxşı anladığını müəyyənləşdirməyə, təlimi məqsədə uyğun şəkildə dəyişməyə, şagirdə təlimə maraq oyatmağa, təlimdən zövq almağa, şərait yaratmağa kömək edir. Səriştəli müəllim hər zaman şagirdlərin təlimə necə cəlb edəcəyini yaxşı bilir və bunun üçün də həmin üsulların adını bilməyə də bilər. Yəni bu nə deməkdir müəllimlər? Biz ola bilər ki, müxtəlif interaktiv üsullardan istifadə edirik və müxtəlif interaktiv üsullardan istifadə edərək, müxtəlif vasitələrdən, metodlardan istifadə edərək dərsin motivasiya mərhələsini düzgün qurmalıyıq. Baxın müəllimlər, əgər biz dərsin motivasiya hissəsini düzgün qursaq, şagirdlər dərsdə aktiv iştirak edəcək və dərsə tamamilə cəlb olunacaq, fikri dərsdə olacaq və başlayacaq onun üçün dərs maraqlı olmağa, araşdırmağa, analiz etməyə, bildiklərini şərh etməyə. Bunun üçün də biz interaktiv təlimi təşkil edərkən birinci növbədə şagirdlərin dərsə diqqətini cəlb etməliyik. Daha sonra sual-cavab, müzakirə ortamı yaratmalıyıq. Şagirdlər orada qarşılıqlı əlaqədə olmalıdır, bir-birlərinə rəy verməkdir, qiymətləndirməkdir. Bunun üçün şərait yaratmalıyıq. Şagirdlər aktiv iştirakçı olmalıdırlar. Belə əziz müəllimlər, kanala abunə olub paylaşmağı unutmayın.